məscid inşa olunur, üstü tavan örtülmür, tavanın üstü samanlarla, yarpaqlarla örtülür. Məscid isə tam sadə formada yeri torpaqda qalır. Yəni yeri torpaq, üstü isə açıq. Bu həm təvazökarlıq əlaməti idi, həm sadəlik əlaməti idi, həm də açıq səma altında möminlərə ibadət imkanı yaradırdı. İndi də hal-hazırda məscidin bir hissəsi qədim dövrdə olduğu kimi, Peyğəmbər dövründə tikildiyi kimi, məscidin bir hissəsinin üstünün açıq olmağını, digər hissəsinin isə üstünün örtülü olmağını müşahidə edirik. Bu o məsciddir ki, Peyğəmbər sələvatullah bu məsciddə ibadət edib və buyurub ki, hər kim Quba məscidində 2 rükət namaz qılsa, ona ümrənin savabı verilər. Allaha and verək Allahlığı xatirinə və bu gözəl məscidin ehtiramına Allah bizim də burada etdiyimiz duaları, qıldığımız namazları qəbul eləsin. Dünyanın hər yerindən gələn zəvvarların duaları və ibadətləri, həmçinin ziyarətləri qəbul olsun.